6 otaq sizlərə bir mülk təqdim eləyəcəm. Birinci ilk növbədə mətbəxindən başlayacağıq. Sonuna qədər videoya baxın. Xırdalan şəhərində yerləşir. 8 nömrəli məktəbin tam yaxınlığında 6 otaqdan ibarətdir. 125.000 manatdır. Torpağın da çıxarışı var, evin də çıxarışı var. Gəl. Bir dənə zəhmət olmasa, mətbəxin yekəliyini çək. Bəzi evlərin studiya mətbəx sahəsidir. Bu genişlikdə mətbəx hansı bir 2 mərtəbədə var, hətta 6 otaqlı 2 mərtəbədə var, yoxdur. Sizlərə çox geniş, haradasa bir 20-22 kvadratlıq mətbəx sahəsi olan sizlərə ev təqdim edirik. Pəncərəsinin qarşısı da tamamilə açıq bir vəziyyətdədir. Sonuncu daşa kimi də cüt daşla inşa olunub. Pəncərəsinin qarşısı da tamamilə açıqdır. Bütün otaqların istilik sistemləri çəkilib, dəhliz, sanitar qovşaq istipolla təchiz olunub. Hər mərtəbəndə özünə məxsus sanitar qovşaq sahəsi mövcuddur. İstipolun kollektoru da pilləkənlərin altında nəzərdə tutulub. Buranı da təqdim edək. Burada da belə bir sahə yaradılıb. İstəyə uyğun olaraq istəsəz paltaryan maşını da bura əlavə etmək mümkündür. İstipolun kollektoru ilə sizləri tanış etdik. Pilləkən sahəsidir. Çox geniş bir dəhlizi var. Solda yerləşir evin qonaq otağı. Videoya sonuna qədər baxın. Evin ümumi üst fasadı və həyətyanı sahəsi ilə sizləri tanış edəcəyik. Tavan sahəsi alçıvandır, spot lampalarla işlənilib, gizli pərdə yerləri qoyulub. Pəncərə, şəbəkə pəncərədə öz həyətyanı sahəsinə baxın. Kondisionerin xəttinə kimi çəkilib, TV xəttinə kimi çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Alqı-satqı et köç yaşadı. Qonaq otağı, mətbəx, sanitar qovşaqla tanış olduq və burada da yerləşir evin birinci mərtəbənin birinci yataq otağı. Qarşı tərəflə də yetəri qədər 1 metr məsafəsi var dəyərli dostlarımız. Mərkəzi giriş qapısıdır. İkinci mərtəbəyə qalxan pilləkən sahəsidir. 055 291 3565 mənim əlaqə nömrəmdir. İkinci mərtəbədə yerləşir 4 yataq otağı, 1 sanitar qovşaq sahəsi dəyərli dostlarımız. İşıqları qoşa bilmədik, nəysə. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən solda yerləşir birinci yataq otağı. Böyük kvadratlara malik yataq otaqları var. İkinci yataq otağı, pəncərələrin qarşısı da tamamilə açıq bir vəziyyətdədir. Gözəl bir divar kağızlarla istifadə olunub. Üçüncü yataq otağı. Yataq otaqların kvadratı 20-25 kvadrat olar dəyərli dostlarımız. Böyük kvadratlıq yataq otaqları var. 4 otaq ikinci mərtəbədə yerləşir. Sonuncu yataq otağı ilə də sizləri tanış edirik. Burada da yerləşir sanitar qovşaq. Sanitar qovşaqla tanış olaq. Aksesuarların xətlərinə kimi hamısı çəkilib, havalandırma üçün pəncərələr qoyulub və sonuncu yataq otağı ilə də sizləri tanış edirik. 125.000 manata kupçalı, ipotekaya yararlı sizlərə mülk təqdim etdik. Mülkümüzün tavanına keçid dəhlizdə nəzərdə tutulub. Səhifəni bəyənib like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.